Vay 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 vay. Bak 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 bak. Bir beğenin çatdırımdan ha. Xəbər demək, informasiya demək puldur. İnformasiya demək gələcəkdir. İnformasiya demək həyatdır. Beğenin paylaşından bu nə deməkdir ki? Değerli vətənlərim, telefonum qızı, mən burada bismillahdan efir aparıram. Hər an telefon partlaya bilər. Siz də bəyənmirsiniz heç olmasa. Deməli dostlar, deməli, təzə bir tema var. Deməli, Putin öz 56 prezidentlərinə elan edib ki, Trump 9 mayda Rusiyaya gələcək. Belədir, hər halda belə söhbət gedir, gəlməlidir. Trump 9 mayda Rusiyaya gələcək. Putin elan edib ki, tədbirə gələn prezidentlər kim Trumpla görüşmək istəyirsə 2 milyard, mənə də 5 milyarddan verməlidir. Baba, 2 milyard mənə, 5 milyard da Trump'a verməlidir. Bay 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 bay. Değerli vətənlərim, deməli Trump 9 mayda qələbə günüdür də. Qələbə deyil, əslində şalaba günüdür. Şalaba günü. Cındırıq günü. Biz götə girməyi bacarırıq. 41-45'də bizdən çox götə girən oldu mu? Bizdən çox götə girən oldu mu 41-45'də? Rusu dalaya atıp özümüz tankın altına uzanmayırdık mı? Bizi kimi götə girən mi var? Yaxşılarımızdan İraq. Buna bak. İndi 9 may Rusların qələbəsi de bizim de başımıza pox yağan günüdür. Her neyse. Trump öz 56 prezidentlərinə, yəni İlhama və digər yaramazlara deyib ki, Putin 9 mayda Trump gəlir Rusiyaya, Moskvaya, parada. Ya indi hər halda Ruslar üçün qələbə günüdür. Gəlir. İnanın Allaha, 9 mayda Trump, mən düşünmürəm gəlsin. Əgər Trump 9 mayda Rusiyaya gedərsə, Amerika xalqı Trump'ı okeana tullayacaq. Süpürtüyü o partiya qarşı okeana tullayacaq. Mən deyirəm, onurğasız xalqdır biraz. Nətər deyim sizə, Amerikalılar soylu, köklü bir xalq deyil axı, onlar İngilislərin müstəmləkəsi altında olubdur. Ondan da sonra Amerika bir neçə əsrdir yaranıb da. 2000 ildir türklər dünyaya meydan oxuyur, Amerika nə də 600 ildir yaranıb da, düzəməlli başdı. 1800 neçədə deyəm müstəqillik oldu da, yəni bu ayrıldı, İngiltərədən ayrıldı. Hər neysə, ildə biraz yanlışlıq edərəm. Kalım kişinin heç canı ruhu şad olmasın ki, o Amerikanı kəşf elədi. Zaten yazığın ruhu yok, qoy şad olsun. Ruhu şad olsun. Çünki Kalım kəşf eləməsə də o qədər Kalım var, insanlar var, biri kəşf eləyəcək. Hər neysə, uzatmayaq. Deməli, değerli vətənlərim, Putin İlham Əliyev kimi prezidentlərə çatdırıb ki, Putin deyib ki, Trump gələcək 9 mayda. 1776-cı ildə yaradılan, müstəqilliyini qazanan Amerikanın başkanı gələcək Moskvaya gələcək və Trump'tan görüşmək istəyən İlham Əliyev kimi sürtük prezidentlər 2 milyard Putin'e verməkdən 5 milyard da Trump'a verməkdən görüşə bilərsiniz. Aya o görüşə sallayayım mən. Elə görüşə sallayayım mən ki, xalqının boğazından 7 milyard verərsən Trump'dan görüşmək üçün. Trump'ın sağı solu bəlli adamdır. Trump bir salam verdiğini sabah dalını dağıdar və yaxud salam vermədiyini sabah gətirib başa qaldırar. Trump'ın sağı solu bəlli adamdır. Gör nəyə əl atırlar aya, boy. Neyse. İndi İlham Əliyev də həvəslənibdir, 7 milyard pul yığıb 9 mayda Rusiyaya gedəcək. Nazirlərin, məmurların anasını ağladır ki, 1 maya kimi 7 milyard yığılmalıdır.
İlham Əliyevin bu sərsəm işlərini eşidəndə dəli olur. Efirə zəng eləyə bilərsiniz dostlar. Cənab Prezident, əmin edeyim ki, bu adam bizim kənddə bu deyərdilər müxalifət. Bizim inansız bu kəndin cəmaatından bir adam biz fikirləşirik ki, müxalifətçi olur. Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda valla. İndi ola bilər belə o, amma inanmıram, görməmişik. Eşitməmişik. Ancaq olsa da bir problem yox, onlara ki biz əsas ki dövlətə müxalifətdə olmasınlar. Dövlətçiliyə. Bəzi özlərini müxalifətçi adlandıranlar ermənilərlə birləşib dövlətə qarşı. O cümlədən 2-ci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə gözü götürməməzlikdir. Bu düşmənçilikdir dövlətə qarşı və əslində xəyanətdir. Xəyanətdir. Erdoğan, Erdoğan, İlham Əliyev, Erdoğan, Erdoğan, İlham Əliyev, Erdoğan, Erdoğan, İlham Əliyev, Erdoğan, Erdoğan. Ama Rus məktəbləri bunlar çok büyük iş görür burada. Ne Çok iş büyük. görür? Ayaz mənim, ne iş görür ümumiyyətlə? Eğer siz onu başa düşmüşsünüz onda Mən başa düşmürəm də, mənası yok. Başa düşürsünüz. İstəyəməm. Bunun özü də çok sert olurum. Ayaz mənim, anlayıram. Yaxşı da hesab eləyək, mən cahiləm, mən anlamıram. Siz ziyalımızsınız. Siz bizi izah eləyin ki, Rus dilli məktəblərin məzunları sizdə hansı statistikaya görə daha yüksək səviyyəli məzunlardır? Hansı bal göstəricisine göre imtahan mərkəzinin nəticələrində mən rəqəmlər, bal, rəqəmlər bunlar heç təqs etdirmir. Bəs nəyin əsasında deyirsiniz, Ayaz müəllim? Mən öz şəxsi təcrübəm əsasında. Mən də Rus dilində yaxşı danışmışam ki, mən Moskvada yaxşı təhsil almışam. Siz ancaq mən görürəm də, siz Azərbaycanlısınız, mən bir Azərbaycan, bu adamlar Rus məktəbi. Bu cür şuari təfəkkürü olan adamlar, bax, məktəblərin bağlanmağını tələb edir. Azərbaycanlı olmağımla fəxr edirəm. Əvvəlcə onu qeyd edeyim ki, Sevinç xanıma halal olsun, həqiqətən də təmkinli davrandı bu mövzuda, amma çox da gözəl suallar verdi. Mənə maraqlıdır, Ayaz Salayev kinorejissor, əməkdar incəsənət xadiminə Rus dili üçün neçə gündür əldən ayaqdan gedir. Buna görə xüsusi bir mükafat təyin olundu mu? Yəqin ki, bu sağolsuz qalmayacaq Rusiya Federasiyası tərəfindən və Ayaz Salayev bunu proqramında da demişdim. Mən Internews'da çalışanda Ayaz Salayev orada ara sıra görürdüm və heç vaxt görməmişəm Ayaz Salayev öz fikrini Azərbaycan dilində ifadə etsin. Bəli, bizim cəmiyyətdə tanınan o simalarımızdandır ki, o öz Azərbaycan dilində, doğma ana dilində fikirlərini ifadə etməyə çox çətinlik çəkir. Çünki özünün dediyi kimi onun ən böyük sərvəti və bu həyatda ən böyük qazancı Rusiyada təhsil alması və Rus dilini mükəmməl bilməsidir. Diqqət etdinizsə, Sevinç xanım orada dedi ki, niyə yəni biz Azərbaycan dilində danışmamalıyıq, mən Azərbaycanlı olmağımdan fəxr eləyirəm. Ayaz Salayevin əlində imkanı olsaydı, çox içdən gülərdi Sevinç xanıma ki, Azərbaycanı qəlbdən sevirəm filan. O qədər aydın sezilirdi ki, əslində onun o fikri və ürəyindən keçirdikləri, yəni çox, belə deyək də, kör gör məsələsi var burada. Ayaz Salayev heç zərrə qədər də Azərbaycanlı olmağı ilə fəxr eləmir. Bunu tam səmimi qəlbdən sizə deyə bilər. Adam hələ də başa düşmür, baxmayaraq ki, əməkdar incəsənət xadimidir, hələ də başa düşmür ki, əslində onlar bizi tərbiyə eləməlidirlər. Dilimizə hörmətdə, vətənimizə hörmətdə, bir vətənpərvar vətəndaş yetişdirilməkdə. Onlar bizə göstərmədilər bu yolu, amma deyir mən Rus dilində danışıramsa, baxın. Yəni, Ayaz Salayev bir Rus aşiqidir də, ona nə qədər də sual versən ki, niyə Azərbaycan dilində danışmırıq, niyə siz Ruslara daha çox hörmət eləyirsiniz? O həmişə deyəcək ki, bəli, Ruslar daha mədəni olurlar, onların gəncləri daha belə dünya görüşlüdür, daha müasirdir, daha normal danışıq tərzinə malikdirlər filan. Bəlkə də bunun kökündə Rus ziyalısının bu şəkildə
düşünməməyi dayanır ki, bizimkilərdən fərqli olaraq onlar öz dillərinə hörmət eləyirlər, mədəniyyətlərinə hörmət eləyirlər, amma bizim ziyalılarımızdan biz nə görürük, götürürük. Deyir, yəni bu mövzuda mən çox qətiyyəm, yəni kimsə rus dili haqqında nəysə deyə bilməz. Yəni biabırçılıqdır da, həqiqətən biabırçılıqdır. Canlı yayındasınız. Çəkiliş də gedir bu dəqiqə. Çəkiliş də gedir bu dəqiqə. Yəni məlumatınız olsun cənab polis. Sizin mənim o cürünə qabağıma verib saxlamağa ixtiyarınız yoxdur. Sizin mənim qabağıma o cür verib saxlamağa ixtiyarınız yoxdur. Polisin qanuni tələbinə tabe olun. O cür saxlamağa ixtiyarınız yoxdur, amma çəkilişdə düşübdür. Lazımı cavabı alassan sən. Lazımı cavabı siz də alasınız. O cür saxlamağa görə, yük maşının qabağında o cür əylət verməyə görə cavabınızı alasınız. Heç bir sənəd vermirəm sənə. Get nömrəni vur çıxar. Hadi. Bağlama, daha ürəyimi dağlama. Sevmirəm artıq səni. Mənası yox ağlama. Daha mənə bel bağlama. Daha ürəyimi dağlama. Mənə bel bağlama. Daha ürəyimi dağlama. Bince vida, podişe da, git hovam. มีหนังแดงแล้วจะกินหนังส้วงมีหนังส้วงแล้วจะกินหนังแดงแล้วกูไม่แรงแต่กูทำ Yazığa bak, avtobus içində qaz sürüyor. Ya nə vicdanlı sürücü. Tofiq Yaqubluya dələduz deyirlər. Bugün bu dələduzun müdafiəsi üçün görürsünüz də nə qədər adam toplaşıb. Bugün bu hakimiyyətin nümayəndələri, polislər ona görə narahatdır ki, Tofiq Yaqublu müdafiə üçün bu qədər adam gəlir. Tofiq Yaqublu günahsız tutulub, şərlənib. Tofiq Yaqublu son sözünü dedi və bitmədi son sözü. Hakim Elnur Nuriyev dəfələrlə məhkəmədə çalışdı ki, güya ittihamdan kənar çıxış edir Tofiq Yaqublu və çalışırdı ki, tez son sözünü yekunlaşdırsın və hökmü elan eləsin, tələsirdi buna görə və Tofiq Yaqublu da buna imkan vermədi. Buna imkan vermədi. Son sözü 2 saatdan artıq oldu. Artıq məhkəmə üçün ayrılan vaxt başa çatdı. Amma Tofiq Yaqublunun son sözü başa çatmadı. Ona görə də məhkəmə prosesi bir həftə sonraya təyin olundu. Necə narahatdılar ki,
bir Dələduzun məhkəməsi keçirir və bu qədər polis narahatdır. Çünki İlham Əliyev qorxur. Qorxur Tofiq Yaqubliyə dəstəkdən, onu müdafiə edənlərdən qorxur. Телефонный разговор с моим дорогим другом и соратником Дональдом Трампом прошел в атмосфере взаимного уважения и учета обоюдных интересов. Мы с Донни договорились провести дружеский хоккейный матч. Также я предложил ему провести ночь в горах. Соберем палатку, разожжем костер и будем согревать друг друга, как два старых пидораса, которые заебали всю планету. Зеленский – это не Пашинян, чтобы вы знали. С ним такие выкрутасы не проходят. Это Пашинян мог в 2 часа ночи подписать, подмахнуть, причем почему-то секретно. Не, визуально его не было, когда Алиев с Путиным ночью подписывали документ. Пашинян его подписывал где-то в кладовке, по-моему, без камер. То есть вы не сравниваете Зеленского с Пашиняном. Пашинян – это даже не мизинец Зеленского, чтобы вы знали. У него такой смелости и отваги нет, у Пашиняна. Зеленский на это не пойдет. Зеленский еще покажет Кузькину мать Трампу. Поверьте мне на слово, и мы это увидим в ближайшее время. Конечно, с помощью поддержки Западной Европы, безусловно. Но вы можете задать вопрос, а почему Пашинян? Нет. Дело в том, что Пашинян не оправдал надежд Западной Европы. И даже Эммануэля Макрона. От Пашиняна ждали с каждым днем все большего отрыва от России и большего приближения к Европе. Большей настойчивости, большей последовательности. А Пашинян ведет себя как двойной агент, ни вашим, ни нашим. Это не нравится европейским лидерам. Европейским лидерам импонирует поведение Зеленского как руководителя Украины. Не знаю, вы понимаете, о чем я говорю или нет, но у меня другого аргумента для вас нет.